Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the correct sentence with the noun in the positive case. Yəlik halda isim olan düzgün cümləni seçin. A variantına baxsaq, Mircəlal's my favorite writer. Göründüyü kimi burada apostrof s is xəbərinin qısaldılmış versiyasıdır. Yəni, əslində Mircəlal is my favorite writer olmalı idi. Deməli, burada apostrof s yəlik hal deyil. A variantını çıxdıq. B variantına baxsaq, my friends bought a new car. Göründüyü kimi apostrof s-dən sonra buy feilinin keçmiş forması bought işlənmişdir. Deməli, burada apostrof s yəlik hal deyil, has köməkçi feilinin qısaldılmış versiyasıdır. Yəni, bu cümlə əslində my friend has bought a new car olmalı idi. B variantında çıxdıq. C variantına baxsaq, Jane's answer was much better. C'nin cavabı daha yaxşı idi. Göründüyü kimi apostrof s-dən sonra gəl isim işlənmişdir və düzgün yəlik hal formasıdır. Düzgün cavab C variantı. D variantına baxsaq, the men's room was full of smoke. Burada mən ismi kökdən dəyişərək cəmlənmişdir və menə çevrilmişdir. Belə olan halda bu tip isimlərin yəlik forması özündən sonra apostrof s artırmaqla düzəlir. Lakin burada isim s apostrof qəbul etmişdir. Ona görə də düzgün deyil. Y variantına baxsaq, Jack's a student at the college. Burada da göründüyü kimi apostrof s-dən sonra e artikılı gəlmişdir. Lakin yəlik haldan sonra bir qayda olaraq birbaşa e, n, z artikılı işlənə bilməz. Deməli, bu yəlik hal deyil. Is xəbərinin qısaldılmış versiyasıdır. Jack is a student at the college olmalı idi əslində. Deməli, Y də düzgün deyil. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 8691 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Bu tip videoların daha çox qarşınıza çıxmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Daha geniş dərs və test izahları istəyirsinizsə, kanalın biosundakı YouTube linkinə keçid edə bilərsiniz.